Salam əziz və dəyərli tələbələr. Bugün biz Windows 11 əməliyyat sistemi mövzusunun ikinci hissəsi haqqında danışacağıq. Biz keçən dərsdə ən son pəncərə növləri ilə tanış olduq. Qovluq pəncərəsi, proqram pəncərəsi, dialoq pəncərəsi. Gəlin qovluq pəncərəsini daha detallı şəkildə təhlil edək. Bu qovluq pəncərəsinin yuxarı burada olan hissəsi başlıq sətri adlanır. Başlıq sətrinin sağ yuxarı küncündə minimize, maximize, close adlanan idarəetmə düymələri yerləşir. Yəni bunlar uyğun olaraq pəncərəni aşağı yığmaq, pəncərəni tam ekran böyütmək və yadınızdadsa danışmışdıq ki, bunun üzərində Snap Layout funksiyası gəlir və close pəncərəni tamamilə bağlamaq. Sonra bu hissədə hal-hazırda içərisində olduğumuz qovluğun adı qeyd olunur. Buradakı üstəgəl işarəsi isə yeni tab əlavə etmək, yəni yeni bölmə yaratmaq. Buradan da biz istənilən bir qovluğa girə bilirik bu şəkildə. Bu hissədə hərəkət düymələri var. Geri, yəni olduğumuz qovluqdan geriyə hərəkət etmək, irəliyə hərəkət etmək, olduğumuz qovluqdan bir üst səviyyəli qovluğa keçid etmək, qovluqlar ağacını bir üst səviyyəli qovluğa keçirdi bizi. Refresh düyməsi var, qovluğu yenilə. Bu isə ünvan sətri, adres bar adlanır. Ünvan sətrinə daxil olduğumuzda faylın yolunu görə bilərik buradan və əgər burada biz ox işarələrini klikləsək, hal-hazırda olduğumuz qovluğun içində yerləşən qovluqların adları burada əks olunur. Məsələn, burada klikləsəm, data, yəni D diskinin içində olan qovluqların adları görünür. Burada oxa klikləsəm isə master NR1 qovluğunun içindəki qovluqların adları əks olunur. Axtarış, qovluqda nəyisə axtarmaq üçün. Sonra bu isə Details pane təfərrüatlar oblasti, təfərrüatlar panelidir. Nə üçündür? Hər hansı bir obyekt seçildiyində onun haqqında ətraflı məlumat əks etdirmək üçündür. Bu isə command bar, yəni komanda paneli adlanır. Windows 10 əməliyyat sistemindən fərqli olaraq bu tamam fərqli bir interfeysə malikdir. Yəni tamamilə bu hissə dəyişdirilmişdir. Daha sonra danışacağıq bunlardan. Bu hissə adlanır Navigation pane, yəni naviqasiya paneli. Qovluğu pəncərəni tərk etmədən, daha doğrusu başqa bir qovluğa cəld keçid etmək üçündür. Yəni başqa bir yerə cəld şəkildə keçid eləyə bilirik. Aşağıda gördüyümüz bu hissə adlanır status bar, vəziyyət sətri. Vəziyyət sətrinin üzərində isə obyektlərin sayı, neçə obyektin seçildiyi, onun yaddaş həcmi haqqında məlumat və s. Və vəziyyət sətrinin sağ küncündə isə görünüş rejimləri ilə bağlı iki düymə yerləşmişdir. Görünüş rejimlərinin ikisi arasında çevirmə aparır. Large icons və details. Başqa mənə elə gəlir ki, buradan hər şeyi danışdıq. Bir də bu isə bizim obyektlərimizin yerləşdiyi hissə. Bura isə adlanır work area, yəni iş sahəsi, işçi sahə. Başlıq sətrinin yuxarı hissəsində istənilən bir boş sahəsində mausun sağ düyməsini klikləyəndə belə bir menyu açılır. Bu menyudan da biz minimize, maximize və close düymələri ilə etdiyimizi tənzimləyə bilirik. Yəni pəncərəni klaviaturanın ox işarələri ilə hərəkət etdirmək, minimize, maximize, close düymələri də eynən bunlar. Sonra buradan da bu hissədə sağ klik edib close tab, duplicate tab eləyə bilirik. Command barda nələr var? Burada new əmrinə daxil olsaq, hal-hazırda olduğumuz yer haradsa, yəni cari qovluq, onun daxilində yeni obyekt yaratmaq. Bu qovluq ola bilər, qısa yol ola bilər və yaxud da ki, hər hansı bizə təklif olunan fayl ola bilər, fayl tipi ola bilər.
Daha sonra burada yerləşir cut. Məsələn, seçilmiş obyekti kəs. Seçilmiş obyekti kopyala. Cut və copy əmrləri keçən dərsdən də bilirik ki, seçilmiş obyekti kəsərək və ya kopyalayaraq mübadilə buferinə göndərir. Digər bir düymə isə paste, yəni yapışdır. Hal-hazırda bunun solğun olmaq səbəbi heç bir obyektin cut və ya copy olunmamasıdır. Yəni biz cut copy eləsək, avtomatik olaraq mübadilə buferinə nəsə düşdüyü üçün bu düymə aktivləşəcək. Sonra gəlir rename. Seçilmiş obyektin adının dəyişdirilməsi. Daha sonra share obyekti şəbəkədə paylaşmaq, şəbəkədə ümumi istifadəyə vermək. Delete obyekti silmək və sort obyektləri müəyyən bir əlamətlərə görə sıralamaq. Sorta daxil olsaq, obyektləri sıralaya bilərik. Adlarına görə, Windows'un default, yəni susmaya görə olan vəziyyəti budur. Obyektlərin ada görə sıralanması. Hal-hazırda qovluqlar da və fayllar da ada görə sıralanıblar. Misal üçün, rəqəmlər, sonra hərflər başlayır A hərfindən ta Z hərfinə qədər sıralanır. Qovluqlar da həmçinin rəqəmlər və A-dan Z-yə hərflər. Biz onu dəyişib, son dəyişiklik tarixinə görə sıralama qoya bilərik. Sonra tipinə görə qoya bilərik. More bölməsinə daxil olsaq, burada da digər seçimləri də istifadə etmək olar. Məsələn, yaddaş həcminə görə, yaradılma tarixinə görə və s. Daha sonra biz burada təyin etdiyimiz sort sıralamanı ascending, yəni A-dan Z-yə artma sırası ilə və descending Z-dən A-ya azalma sırası ilə düzə bilərik. Group by obyektlərin qruplaşdırılması. Ada görə, tarixə görə, tipə görə, ölçüyə, yaradılma və s. Group by və sort by-ın fərqi nədən ibarətdir? Mən obyektləri ada görə qruplaşdırdım. Bayaq sadəcə ada görə sort idisə, indi hal-hazırda qruplaşma var. Obyektlər qruplaşdığında biz həmin qrup başlıqlarını istədiyimiz şəkildə aça bilirik və yaxud da ki, bağlaya bilirik. Yəni bu formada hər ad kateqoriyasına uyğun obyektlərlə ayrı-ayrılıqda işləyə bilirik. Amma sort funksiyasında belə bir group by funksiyasını söndürürəm, none. Amma sort by-da onları dəstələmək kimi bir xüsusiyyəti yoxdur. Sadəcə olaraq burada nə təyin edirsənsə, onları həmin ardıcıllıqla sıralayır. Sort, sıralamaq və salam. Group by-da isə onları dəstələyir. Baxın, bugün və yaxud da ki, keçən ay, çox uzun zaman öncə bunları bu formada group by qruplaşdırır, dəstələyir. View əmrinin daxilində olan alt əmrlər birinci növbədə burada görünüş rejimləri yerləşir. Qovluğun daxilindəki obyektlərin 8 görünüş rejimi var. 8 ölçüdə onları nizamlamaq olar. Extra large icons, medium icons, small icons. Bunların dördünü niyə belə xüsusi vurğuladım? Icons olan görünüş rejimlərinin bütün xüsusiyyətləri eynidir. Yəni extra large icons-da nə baş verirsə, large icons, medium icons, small icons-da eyni xüsusiyyətlərdir. Yəni bu görünüş rejimlərinin dördündə də obyektlərin sadəcə adları əks olunur və ikonları. Baxın, faylın şəkli, görüntüsü, adı, qovluğun görüntüsü, adı. Qısa yol yaratsaq, yenə eyni qaydada ancaq onun ikon olacaq və adı olacaq. Dördündə də. Baxın. Və bu görünüş rejimlərinin dördündə də obyektlərin düzülüşü soldan sağa doğru sətirlər üzrə aparılır. Əlifba sıralamasına fikir verin. Soldan sağa doğru gedir. Small icons uşaqları görünüş olaraq çaşdırır adətən. Çünki elə bilirlər ki, small icons-da obyektlər sütun-sütun düzülür. Amma xeyr, sütun-sütun düzülsəydi, onda C, K, P, sonra təzədən D-dən başlamazdı. Sıralama soldan sağa gedir ki, B, D, E, N, S qovluqlar bitdi. Sonra fayllarda 6, 7, 20, sonra gəlir C, Y, K və s. Bu ardıcıllıqla gedir. Yenə də sətr üzrədir. Amma list hansı ki bu formada sizə göstərsəm,
Small icons oxşaya bilər. Baxın bir dənə. Small icons və list. Oxşuyur, çox oxşuyur hətta. Amma yeganə fərq ondan ibarətdir ki, burada obyektlərin düzülüşü aparılır yuxarıdan aşağıya doğru, sütun üzrə. Görünüş olaraq eynidir, ancaq ikon görürsən və ad görürsən. Eyni ilə small icons-da olduğu kimi. Tək fərq listə çevirəndə düzülüş fərqidir. Sütunlar üzrə düzülmə baş verir. Sütun və ya sətr üzrə düzülmə olduğunu əslində qovluqların düzülüşündən tutmaq olur. Belə ki, listə qoyduğumuz zaman qovluqların düzülüşü baxın, qovluqlar bir sırada gəlib, sonra fayllar gəlməlidir də. Qovluqların düzülüşü yuxarıdan aşağıya doğru sıra ilə gedirsə, deməli bu sütun üzrə düzülüşdür. Amma məsələn, small icons elə deyildi. Əgər bu sütun üzrə düzülüş olsaydı, onda qovluqlar qabaq-qabağa belə yox, hamısı bir sütunda yuxarıdan aşağıya doğru gəlməli idilər. Details. Windows'un susmaya görə olan görünüş rejimidir, default. Bu görünüş rejiminin özü 4 sütun başlığından ibarətdir. Yəni burada obyektlərin adları, hansını ki klikləyib artma və azalma sırası vermək olur. Son dəyişiklik tarixləri, daha sonra tipləri və ölçüləri. Bu əlamətlərə görə obyektləri sıralamaq olur. Həmçinin biz burada obyektlərə süzgəc, filtr verə bilərik. Başqa heç bir görünüş rejimində süzgəc funksiyası yoxdur. Məsələn, mən deyirəm ki, obyektlərin arasında ad olaraq ancaq G və K arasında olan obyektləri saxla. Və yaxud da ki, type yerindən ancaq JPG və PNG fayllarını, hətta misal üçün bir də PDF-ləri görmək istəyirəm. Bax belə. Obyektlərin süzgəcdən keçirilməsi, filtr funksiyası, başqa heç bir görünüş rejimində bu özəllik yoxdur. Details pane. Details pane deməli, təfərrüatlar paneli. Təfərrüatlar paneli indi göstərəcəm. Əvvəl preview pane'i göstərim. Preview pane obyekti açmadan sağ tərəfdə onun məzmununu cəld şəkildə bizə göstərmək üçündür. Baxın bu formada. Amma Details pane obyektin təfərrüatlarını göstərir sadəcə. Məlumatlar verir. Həcmi bu qədərdir, bu vaxt yaradılıb, ölçüləri bu qədərdir, tipi budur və s. Details pane-i həmçinin buradan da açıb bağlamaq olar. Show. Bura daxil olsaq, Navigation pane. Hal-hazırda Navigation pane-in qabağında bu işarə var, yəni aktivdir. Onu söndürə bilərik. Bu hissədə hərəkət panelini itirdik. Sonra Compact View. Yığcam görünüş. Bu görünüş rejimində yəni bu funksiyanın məqsədi sətir hündürlüyünü azaltmaqla biraz daha yığcam görünüş yaratmaqdır. Yəqin ki, biraz fərq hiss olundu. Obyektlər biraz ara məsafələr falan kiçildi, yığcamlaşdılar. Bu da qovluğun içərisində obyektin çox olduğu zaman daha çox obyektin eyni anda ekranda görünməsini təmin edəcək. Item checkboxes. Bu əmr aktiv olduğunda obyektlərin qarşısında seçim üçün belə bir düzbucaqlı deyə bilərik, bəlkə də kvadrat şəkilli çərçivə gəlir deyə bilərik. Obyektləri bu formada qeyd etmək üçündür. Əslində bu o qədər də səmərəli bir funksiya deyil deyə düşünürəm. Çünki obyektləri seçmək, daha rahat seçmək, Ctrl və Shift düymələri ilə yerinə yetirilə bilər. Əgər biz Ctrl düyməsini basılı saxlasaq, Ctrl düyməsi ilə obyektləri bu formada qonşu olmayan obyektləri işarələyə bilərik. Əgər biz Shift düyməsindən istifadə etsək, obyektin birini seçib, sonra Shift düyməsini basılı saxlayıb, sonuncu obyekti qeyd etsək, o zaman başladığımız yerdən son kliklədiyimiz obyektə qədər bütün obyektləri ardıcıl şəkildə seçir. Seçimin sətir və sütun üzrə olması təbii ki, onun görünüş rejimindən asılıdır. Məsələn, əgər biz
sütun olan görünüş rejimində olsaydıq, o zaman bir obyekti seçib digər obyekti seçdiyimizdə sütun üzrə seçilmə aparılacaqdı. Amma sətr üzrə olan görünüş rejimi olduğunda sətr üzrə seçim eləyir. Görünüş rejimləri demişkən, elə bilirəm ki, ikisini ötürdüm, indi yadıma düşdü. Tiles var, hansı ki, bu da obyektləri sətr üzrə sıralayır. Eyni ilə iconslar kimi. Tək fərq odur ki, əlavə olaraq burada bəzi detallar da yazılır. Həcm və məsələn, faylın tipi haqqında məlumat və content görünüş rejimi var ki, obyektlər seyrək şəkildə belə aralı formada düzülürlər bir sətr üzrə. Aralarında da ara kəsmə xəttlər, qarşılarında isə date modified, son dəyişiklik tarixləri və yaddaş həcmləri olur. Faylların, qovluqların yox. Bunlar niyəsə bayaq nəzərimdən qaçdı, bunları buraxdım. Aha, qayıtdım yenidən bu hissəyə. File name extensions. Bu əmr aktivləşdiyində obyektlərin adının sonunda onların uzantıları da görünür. Beləliklə biz uzantıları özümüz də dəyişə bilərik, amma tam fərqli bir uzantı qoysaq, fayl təbii ki açılmaya bilər, fayl açılmayacaq. Ona görə də faylları o formada özümüzün qurdalayıb genişlənməsini dəyişməyimiz məsləhət deyil. Genişlənmələri gizlət. Hidden items. Əgər gizlədilmiş obyekt varsa, hidden items əmri vasitəsilə biz gizlədilmiş obyektləri üzə çıxara bilərik. Obyekti necə gizlədə bilərəm? Obyektin üzərində sağ klik properties xüsusiyyətlərə daxil olub, hidden atributunu tətbiq etməklə obyekti gizlətmək olar. Daha sonra biz həmin o gizlədilmiş obyekti görmək istəyiriksə, hidden items-i aktivləşdiririk və gizlətdiyimiz obyekt digər obyektlərlə müqayisədə işarəsi daha solğun görsənir. Solğun olması bu obyektin gizli olmasını bildirir. Və yenidən üzərində sağ klik, properties xüsusiyyətlər, hidden atributunu söndürürük. Artıq fayl gizli fayl deyil, açıq fayldır. Bu hissədə see more, daha çox göstər. Deməli, bu hissədə əgər hər hansı bir obyekt seçilibsə və ya seçilməyibsə, əgər səhv xatırlamıramsa, funksiyalar arasında bəzən fərq olur. Bircə dəqiqə. Hal-hazırda heç bir fərq vermədi. Niyəsə? Fərq dediyim şey nədir? Qovluq və obyekt seçildiyində burada 1-2 fərqli funksiya olur, amma heç bir obyekt seçilmədiyində normalda burada bəzi utilitlərin iş funksiyaları göstərilir. Eyb yox. Deməli, bu hissədə undo, yəni edilmiş sonuncu əməliyyatı geri qaytarmaq. Obyekti arxivləşdirmək. Seçilmiş obyekti pin to quick access Quick Access bölməsinə bərkitmək. Quick Access bölməsinə bərkitmək qovluğa məxsus olan funksiyadır. Faylı pin to Quick Access eləmək olmur. Həmin o Quick Access bölməsi haradır? Home hissəsinə daxil olduğumuzda burada pinlənmiş, sabitlənmiş və tez-tez girilmiş qovluqlar və həmçinin recent bölməsində isə son istifadə olunmuş fayllar saxlanılır. Yəni, bu hissəyə və bu hissəyə ancaq pin eləmək olar qovluğu, hansılar ki, sonra burada əks olunacaq. Daha sonra copy pass. Obyektin yolunu kopyalayıb mübadilə buferinə göndərmək. Məsələn, copy pass. Obyektin yolunu kopyalayıb mübadilə buferinə göndərdik əslində. Copy pass. Yoxlayaq. Bax belə. Select all bütün obyektləri seçmək. Select none heç birini seçməmək. Invert selection nə seçmisənsə onları ləğv eləyib, əksinə seçilməmişləri qeyd etmək. Seçimi tərsinə eləyir. Obyektin birini seçib invert selection eləyirəm, biri qalır, digərləri seçilir.
Properties, xüsusiyyətlər. Hansı obyekti seçmisənsə, onun haqqında təfərrüatları göstərir. Options. Options'a daxil olduğumuzda belə bir folder options dialoq pəncərəsi açılır. Bu dialoq pəncərəsi özü General, View və Search adlı tab vərəqlərindən ibarətdir. Generalda bizə lazım olan nələr var? Birinci növbədə Open File Explorer 2. File Explorer-ə girdiyimizdə nə açılsın? Hal-hazırda biz File Explorer yazıb daxil olduğumuzda avtomatik şəkildə Home hissəsi, yəni Quick Access bölümünü göstərən hissə açılır. Amma əgər mən bunu dəyişdirib This PC qoysam misal üçün, bu dəqiqədən etibarən File Explorer yazıb daxil olduğumuzda birbaşa bizi disklər olan yerə göndərir. O hissə açılır. Bunu da öz bu da ki users files qovluğunu açacaq. Öz istəyinizə uyğun ayarlaya bilirsiniz. Daha sonra bu hissədə Browse Folders. Open each folder in the same window. Bu əmr aktiv olduğunda ki, susmaya görə o əmr aktiv olur. Biz qovluqlara iç-içə daxil olduqca onların hamısı eyni pəncərədə açılır. Amma əgər biz bir dəqiqə Open each folder in its own window. Hər bir qovluğu öz pəncərəsində aç. Eləsək, o zaman onların hər biri ayrı-ayrı pəncərədə açılacaq. Biz bunu buradan da eləyə bilərik və yaxud da ki, qovluğun üzərində sağ düyməni vurub kontekst menüdən Open in new window buradan da eləyə bilərik. Qaytardım əvvəlki vəziyyətinə. Click items as follows. Var single click və double click. Biz normalda obyektləri açmaq üçün üzərində double click yerinə yetiririk. Double click. Və Windows'un default susmaya görə olan funksiyası budur. Single click eləmək olar. Artıq obyektlər bir kliklə işə düşür. Baxın, sadəcə bir toxunuş. Bir toxunuş. Single click seçildiyində bu əmrin iki alt əmri olur. Birinci əmr aktiv olduğunda bütün obyektlərin altından xətt çəkilmiş olur. İkinci əmr seçildiyində isə when I point etsəm, mən mausu hansı obyektin üzərinə gətirirəmsə, onun altından xətt çəkilir. Bu da bir balaca vizual cəhətdən bizə kömək eləyir. Çünki obyektlərin altında, adlarının altında xətt olması, tutaq ki, bizim öz kompüterimiz deyil, başqasının kompüteridirsə, biz buradan anlaya bilirik ki, bu kompüterdə bir dəfə klikləyəndə seçilmir. Bir dəfə klikləyən kimi açılır. Yəni single click funksiyasının olduğunu göstərir əslində. Double click-ə qaytardıq. Privacy bölməsində, məxfilik bölməsində son istifadə olunmuş obyektlər və tez-tez daxil olduğumuz qovluqları bayaq sizə göstərdiyim Quick Access o bölmədən görünüb görünməməsini, yəni oradan yığışdıra bilərik həmin qovluqları və faylları və yaxud saxlaya bilərik. Clear bütün tarixçəni sil. Axtarış tarixçəsi, daxil olma tarixçəsi. Restore default nə dəyişmisənsə, dəyişdiyin tənzimləmələri qaytarır standart susmaya görə olan vəziyyətə. View. Bu hissədə əslində seçim çoxdur, lakin bunların hamısını magistratura səviyyəsində bilməyimizə ehtiyac yoxdur. Birinci növbədə bura daxil olduğumda, əgər burada folder views hissəsində apply to folders eləsəm, hal-hazırda bu qovluğa təyin elədiyim görünüş rejimini, hal-hazırda bu large icons'dır. Onu bütün qovluqlara apply, yəni tətbiq eləyəcək. İndi bütün qovluqlara hansına daxil olsam, hamısı large icons'da açılacaq. Reset folders eləsəm isə, bütün qovluqların görünüş rejimlərini sıfırlayıb, qaytarır standart vəziyyətdə olan, susmaya görə olan details görünüş rejiminə. Daha sonra Advanced Settings'də bizə lazım olan ən vacib hissələrdən Hidden Files and Folders.
Məsələn, bayaq mən sizə obyektlərin gizliliyi haqqında danışmışdım ki, sağ klik obyekti gizlətdik. Obyekt gizlədiləndən sonra biz necə onu qaytarmışdıq geriyə? Bura daxil olmuşduq. Hidden itemsə bura işarə qoymuşduq ki, yəni gizliləri göstər. Onu buradan da eləmək olur, amma bayaqki yer daha qısadır əslində. Buradan show hidden files, folders and drives. Bunu aktivləşdirirəm. Gizlədilmişlər solğun şəkildə əks olunacaqlar. Daha sonra aşağı düşsək, burada hardadır? Hə, bura. Genişlənmələrin göstərilib gizlədilməsi, hansını ki biz buradan bayaq edirdik. Buradan da idarə eləmək olar. Və bunun sonuncu bölməsi Windows əməliyyat sistemində qovluqlar üzrə axtarış tənzimləmələri aparmaq üçündür. Vəssalam. Əslində File Explorer qovluq pəncərəsi haqqında düşünürəm ki, vacib olan, lazım olan bütün detallara toxunduq. İndi isə istəyirəm ki, kontekst menyulardan danışım. Kontekst menyularda nə kimi fərqlər var? İlk öncə kontekst menyunun nə olduğundan başlamaq istəyirəm. Kontekst menyu sıçanın sağ klavişini vurduğumuz zaman açılan belə bir bölmədir. Həmin bölmədə hansı obyektin üzərində sağ klik eləyirsənsə, onun üzərində yerinə yetirə biləcəyin funksiyaların toplumu yerləşir. Yəni bu da bizə həmin obyektlə cəld şəkildə kəsmək, kopyalamaq, ad dəyişmək və yaxud da ki, digər funksiyaları cəld şəkildə yerinə yetirməyə kömək eləyir. Hər obyektin deməyim də, faylın, qovluğun, qısa yolun özünə görə fərqli funksiyalar açılır kontekst menyularda. Kontekst menyu Windows 11-də Windows 10-la müqayisədə daha fərqli formada açılır. Windows 10 əməliyyat sistemində sadəcə kontekst menyu bu formada açılırdısa, Windows 11-də kontekst menyu daha fərqli şəkildə, sonra Show More Options-a daxil olduğumuz zaman biz köhnə Windows 10-da olan standart kontekst menyu formasını açıb oradan istədiyimiz əmri yerinə yetirə bilirik. Buna deyirlər müasir kompakt menyu, amma bura keçdiyimizdə isə buna deyirlər köhnə klassik menyu. Buna keçmək üçün ya biz bunu Windows Registerdən ayarlaya bilərik ki, tutaq ki, mənə bu rahat deyil, həmişə standart köhnə forma açılsın və yaxud da ki, cəld şəkildə Shift düyməsini basılı saxlayıb obyektin üzərində sağ düymə və dərhal həmin o köhnə versiyanı açmaq olur. Kontekst menyu ümumiyyətlə necə aktivləşir? Mausun sağ kliki bir variant bayaq bunu dedim sizə. Klaviaturadan Shift F10 düymələr kombinasiyası obyektin üzərində həmin seçilmiş obyektin kontekst menyunu açdı. Və digər bir funksiya, müasir klaviaturalarda artıq o düymə yoxdur. Keçmiş klaviaturalarda olurdu amma. Burada belə bir kontekst menyu düyməsi var. Aşağıda sağda olur, əgər klaviaturanızda varsa məsələn. Belə bir işarə olur. O işarə ilə də kontekst menyunu aktivləşdirmək olur. Faylın kontekst menyusu ilə tanış olaq. Faylın üzərində sağ klik. Faylın kontekst menyusuna daxil olan kimi yuxarıda belə bir hissə aktivləşir ki, buradan biz kəs, kopyala, adını dəyiş, paylaş və sil əmrlərini görə bilərik. Hansıları ki, əslində biz sizinlə bayaq burada vurğuladıq. Eyni burada gördüyünüz funksiyalardır. Obyektin üzərində sağ klikdə də həmin funksiyalar aktivləşir. Sonra başqa obyekti arxivləşdirə bilərik. Daha sonra Notepad-də redaktə eləmək olar, amma bu da təbii ki, yalnız mətn fayllarında mümkündür. RAR proqramı ilə arxivləşdirə bilərik. Sonra seçilmiş obyekti, seçilmiş faylı hansısa bir proqramla açmaq. Özü təklif eləyir əslində, faylın tipinə görə dəyişir. Məsələn, bu faylda OpenViz
bunları təklif eləyir. Bu faylda open with bu proqramları təklif eləyir. Yəni fayldan fayla dəyişir. Show more optionsda biraz daha çox seçim var. Burada bizə lazım olan nə var? Open açmaq, edit dəyişiklik aparmaq, çap etmək, sonra paylaşmaq, sonra yenə də open with nəyinəsə açmaq, send to göndərmək, cut, copy, sonra bunları bilirik. Mübadilə buferinə göndərir. Qısa yolunu yarat, sil, adını dəyiş, xüsusiyyətlərini izlə. Bu şəkildə faylın üzərində əməliyyatlar aparmaq olar. Sonra digər başqa qısa yol. Qısa yol obyekti, məsələn, bu faylın qısa yolunu yaratmışamsa, bunların əsas ən böyük fərqi Open File Location əmrinin olmasıdır ki, faylın üzərində Open File Location əmri olmur. Qısa yolun üzərində Open File Location sanki bu linkdir də əslində qısa yol. Həmin linkin istinad elədiyi orijinal obyektin olduğu məkanı aç. O da bizə bu faylın qısa yolu idi. Bu faylın məkanını belə bu formada göstərdi bizə. Qovluğun kontekst menyusu. Qovluğun kontekst menyusunun üzərində olan əmrlər eyni ilə faylın üzərində olan əmrlərə oxşuyur. Fərq ondan ibarətdir ki, qovluğun kontekst menyusunda yadda saxlayın ki, redactate, yəni edit, new, yenisini yarat, print, çap et, open with, açma vasitəsi. Bu əmrlər olmur. Bu əmrlər məxsusdur fayla, faylın kontekst menyusuna. Arxiv qovluğunun kontekst menyusu. Əgər biz faylı arxivləşdirmişiksə, arxiv qovluğunun üzərində nə kimi seçimlər gəlir? Extract. Bizə lazım olan budur. Obyekti ixrac eləmək, belə deyim. Hara ixrac edəcəyimizi seçirik və onu ekstrakt eləyib boşaldırıq. Əslində bunun içində olan obyekt qalır, boşaldırıq deyəndə, yəni bunun içi təmizlənmir. Bu qalır və onun eynisini qovluq şəklində açıb təyin elədiyin yerdə saxlayır. Biz faylı arxivləşdirə bilərik RAR proqramı ilə də, fərq etməz. O zaman onun görünüşü bu formada olacaq. Onun üzərində yenə də sağ düyməni vurduğumuzda extract, bax bu şəkildə extract funksiyası gələcək. Hara ixrac edək, içindəkiləri hara açaq, seçirsən, ekstrakt eləyirsən, bu formada açır. This PC. This PC hamının Moy kompüter deyə öyrəşdiyi qovluqdur. Əslində Moy kompüter yox. Azərbaycanca bu PC desək daha düzgün tərcümə olmuş olur. PC də tərcümə olunur əslində. Sağ düymə və bunun üzərində bizə vacib lazım olan hansı əmrlər yerləşir? Birinci növbədə Pin to Quick Access bircə saniyə var. Aha, hansı ki qovluqlar hissəsində Home-un içində Quick Access-ə bərkidəcək. Map Network Drive. Şəbəkə diskini qoş. Bu şəbəkə qovluğunu məntiqi disk kimi istifadə etməyə imkan verir. Şəbəkədə istifadə olunur. Disconnect isə onu, o paylaşımı dayandırır. Pin to Start bu qovluğun işarəsini Starta bərkitmək. Properties. Xüsusiyyətlər. Belə Windows əməliyyat sistemi haqqında, kompüter haqqında təfərrüatlar əks etdirdim. Daha sonra burada lazım olan hər şey sizə danışdım. Rename, delete, create shortcut, standart funksiyalar. Bunları dedik. Sonra nəyə deyə bilərəm? Zibil qutusu. Səbət desək daha düzgün olar. Səbət qovluğunun kontekst menyusunda empty recycle bin, yəni səbəti boşalt və properties-ə daxil olub, səbətlə bağlı bəzi tənzimləmələr, nələr var orada məsələn? Hansı diskə aid olsun səbət? C diskinə, D diskinə mi?
Custom size standart özü ölçü təyin eləyir. Özü təyin eləmir, daha doğrusu. Custom biz özümüz əllə istədiyimiz səbət ölçüsü verə bilirik ki, məsələn, dolduğunda bundan artığı yerləşsin, yerləşməsin. Əgər bu seçilmiş olsa, heç buna ehtiyac olmayacaq. Çünki birbaşa siləcək. Don't move files to the recycle bin. Yəni silmə delete klavişi ilə birbaşa baş verəcək. Yəni zibil qutusuna göndərməyəcək. Bir də display delete confirmation dialog. Bu isə aktiv olduğunda biz silmə əməliyyatı aparanda bizə bunu göstərir. Dialoq pəncərəsi gəlir silmə barədə. Amma əgər biz bunu söndürsək, o zaman nəyəsə sildiyimizdə artıq onu bizdən soruşmayacaq. Birbaşa göndərəcək zibil qutusuna. Düşünürəm ki, göstərməsi daha təhlükəsizdir. Çünki əlin dəyə bilər, bəlkə də hiss eləməzsən ki, silindi, amma burada sənə silinmə haqqında xəbərdarlıq verir. Bu düşünürəm daha təhlükəsizdir. İş masasının kontekst menyusu ən vaciblərindən biri. İş masasının kontekst menyusunda view, görünüş, ekranda olan obyektləri 3 ölçüdə təyin etmək olar. Large icons, medium icons və small icons. Təbii ki, bu da istəyə görə dəyişir. Mənə elə gəlir ki, medium daha göz yorucu deyil. Bu daha rahat görsənir deyə düşünürəm. Amma elə adam var, small icons da işlədir. Çox da rahatdır. Auto arrange icons. Hal-hazırda biz obyektləri ekranda istədiyimiz hissəyə daşıya bilirik. Amma əgər auto arrange icons eləsək, özü istədiyi ardıcıllıqla ekranın sol tərəfindən hamısını sıralayacaq və bunları təbii ki, bura qaytaracaq. Nəyisə çıxarıb başqa yerə atmaq istədiyimizdə də buna icazə verməyəcək, qaytaracaq öz yerinə. Bunu işarəli göstərmədim ki, bunların düzülüşünü qarışdırmasın. Align icons to grid. Normalda biz obyekti bir balaca da olsa öz çərçivəsindən kənara çıxara bilmirik. Çünki hər obyektin diqqət eləsəz özünün xüsusi elə bir çərçivəsi var. Yəni hər obyekt öz çərçivəsi daxilində yerləşir. Amma əgər biz align icons to grid tor xəttlərinə görə düzləndirmə bunu söndürsək, obyektləri istədiyimiz kimi götürüb sıralaya bilirik. Qaytardım əvvəlki vəziyyətinə. Show desktop icons. İş masası ikonlarını göstər ya da göstərmə. Sort by. Ekranda olan obyektləri ad, ölçü, tip, son dəyişiklik tarixi kimi əlamətlərə görə sırala. Refresh həm də F5 düyməsini yerinə yetirdiyi yeniləmək. Undo hər hansı bir əməliyyat yerinə yetirildiyində həmin əməliyyatı geri qaytarmaq üçündür. Undo delete. Undo əmri yerinə yetirildikdən sonra redo əmri aktivləşir ki, yəni əgər bunu hansısa bir əməliyyatı eləmişdin, undo ilə peşman olduğun, fikrini dəyişdin, o əməliyyatı geri qaytardın, amma sonra yenidən düşündün ki, yox, elə yaxşı eləmişdim, bunu silmişdim. Redo eləyirəm, həmin o bayaq elədiyin əməliyyatı təkrar yenidən yerinə yetirir. New iş masasında hansısa bir obyekti yaratmaq. Qovluq, qısa yol, fayl, arxiv. Display settings. Display settings'ə daxil olduğumuzda buradan ekran parlaqlığı, obyektlərin ölçüləri, əks etdirmə qabiliyyəti, ekran orientasiyası bu kimi tənzimləmələrlə işləmək olur. Personalize. Personalize-a daxil olduğumda personalization aktivləşir və bu hissədə biz işləyə bilirik nələrlə? İlk öncə burada background-la tanış olaq. Background-da arxa fona şəkil təyin eləmək və şəkillə bağlı digər funksiyaları idarə etmək. Nəyi göstərəcəm sizə? Böyük ölçülü şəkillərdə burada belə bir yer var ki, choose a fit for your desktop image. Burada 6 seçim var. Böyük ölçülü şəkillərdə bunların effektlərini hiss eləməyəcəyik. Amma əgər biraz daha kiçik ölçülü, aşağı keyfiyyətli şəkil qoymuşuqsa,
O zaman buradakı seçimlərin hərəsinin nə mahiyyət daşıdığını anlaya bilərik. İlk öncə başlamaq istəyirəm center. Center ekrana qoyulan şəkli mərkəzdə saxlayır. Öz ölçüsündə nə böyütmür, nə kiçiltmir, necə var olduğu kimi və kənarlar da görürsüz qalır açıq rəngdə. Açıq rəngdə deyəndə ki, yəni açıq şəkildə. İstədiyin rəng qoya bilərsən background-a. Sonra dəyişirəm, bunu eləyirəm fit. Fit şəkli bir balaca yaxına gətirir. Şəkil şaquli vəziyyətdə olduğu üçün, yəni aşağı və yuxarı sərhədləri birinci ekrana toxunduğu üçün, yuxarısı aşağı gəldi ekrana çatdı, kənarlar yenə də boş qaldı. Fill şəkli yan boş sahələr dolana qədər biraz da böyüdür. Yəni şəkil tam ekranı əhatə edənə qədər ekranda yaxınlaşdırılır, böyüdülür. Fit yenə qaytardım buna, çünki sizə bir şey göstərəcəm. Fit şəklin en uzun ölçülərini dəyişmədən sadəcə yaxınlaşdırmışdım. İndi stretch funksiyası olacaq ki, burada gördüyünüz boş hissələri doldurmaq üçün şəkli dartacaq. Stretch. Kənarlara qədər dartdı. Sonra burada yerləşir tile. Kiçik ölçülü şəkli ekranda çoxaldır. Bilmirəm nə dərəcədə rahat olar belə bir şəkil qoymaq ekrana, amma bu seçimdə var. Və span funksiyası var. Span funksiyasını mən sizə indi göstərə bilməyəcəm, sözlə izah edə bilərəm bunu. Əgər bizim kompüterimizə bir neçə monitor qoşulubsa ki, Windows 10, Windows 11 əməliyyat sistemləri bu funksiyanı dəstəkləyir. Bir neçə monitor qoşulubsa, span elədiyimizdə şəkil monitorlar arasında bölünür. Bu da böyük ölçülü mənzərə şəkillərində tutaq ki, yaxşı görünə bilər. Bir monitorda tutaq ki, dəniz, o biri monitorda isə həmin dənizin sahili, digər bir monitorda isə nə bilim dənizin digər bir əks tərəfi görsənəcək. Yəni bir şəkil 2 və ya 3 neçə monitor qoşulubsa onlar arasında bölüşdürür. Sonra background dedim sizə. Və digər hissələr də belə qısa-qısa şəkildə deyim sizə. Colors bu hissədə pəncərələrlə bağlı rəng seçimlərini təyin etmək olur. Daha sonra mövzular, iş masasının fonu, rənglər, müxtəlif ikonların görünüşündə dəyişiklik ola bilər. Sonra başqa dynamic lighting, işıq effektləri, lock screen, kilid ekranı. Kilid ekranı, yəni kompüterimiz işə salındığında açılan ekran. Əgər burada personalize your lock screen. Əgər burada Windows Spotlight seçilibsə, hər dəfə kompüteri işə saldığımızda, bilmirəm, səhv eləmirəmsə gün aşırı eləyir. Yəni gün ərzində 5 dəqiqədən bir yandırsam yox. Özü fərqli-fərqli şəkillər qoyur. İstəyirsənsə özün şəkil qoya bilərsən. Picture və yaxud da ki şəkillərdən slideshow. Və burada screen saver belə bir ekran qoruyucusu kimi tərcümə olunur, amma qoruyucu filan deyil də. Sadəcə rus dilində zastavka gedir. O daha məntiqli tərcümədir. Yəni belə deyim də, fon şəkli deyə fon belə deyə bilərik. Məsələn, seçirəm buradan bubbles. Burada wait, gözləmə vaxtı aktivləşir. Mən gözləmə vaxtını dəyişə bilərəm, artıra bilərəm. Məsələn, olsun lap 1 dəqiqə. Əgər burada 1 dəqiqə aktivləşdirib apply eləyib buradan çıxsam, əgər 1 dəqiqə ərzində ekranda heç bir şeyə toxunmasam, 1 dəqiqədən sonra ekran bu formada böyle bubbles qoydum deyəsən, bir saniyə. Bilmirəm, hal-hazırda mən video rekord edirəm, o görünür ya görünmür, onu dəqiq deyə bilməyəcəm. İnşallah görünür. Belə bir köpüklər gəlir ekrana. O da müəyyən vaxtdan sonra təbii ki, keçəcək sleep rejiminə. Yəni bu davamlı yarım saat, 40 dəqiqə belə işləməyəcək. Çünki batareyanı çox sərf eləyir.
Bir də burada on resume display logo on screen. Təhlükəsizlik üçün qoyulan, nəzərdə tutulan bir funksiyadır. Əgər bu aktiv deyilsə, bir dəqiqə ki mən toxunmadım, ekrana belə bubble'lar, köpüklər gəldi və yenidən klaviaturaya toxunsam, mausa toxunsam qayıdır, harda qalmışdım ora. Amma əgər bu aktivdirsə, bubble rejimindən qaydanda bir balaca düyməyə, mausa toxundun, səni kilid ekranına qaytarır. Yəni kompüter avtomatik kilidə salır. Bu da məsələn kompüteri qoyub çıxmışam, başqası gəlib kompüterimi qurdalamaq istədiyində avtomatik onu kilid rejiminə atacaq. Belə düşünə bilərik bunu. Buradan çıxdım. Sonra başqa burada nə deyə bilərəm sizə? Mətn yazmaq üçün istifadə olunan üsullar və vasitələrin seçilməsidir. Ondan sonra start menyusunun ayarları, danışmışdıq bu barədə məncə. Tapşırıq panelinin ayarları keçən mövzuda qaldı. Kompüterə quraşdırılmış şriftlər. Windows 11 əməliyyat sistemində settings, ayarlar olan pəncərə. Demək olar ki, Windows-un əməliyyat sisteminə oxşuyur. Elə bir ciddi böyük dəyişikliklər burada yoxdur. Qısa-qısa hər biri haqqında danışmaq istəyirəm. Home. Bu isə ən çox istifadə olunan, ən vacib parametrləri bizə əks etdirir. Sonra gəlir sistem. Bu bölmədə kompüter üçün ümumi parametrlər tənzimlənməsi var. Monitordur, səsdir, bildirişlərdir, yaddaş, yəni bunları ayarlaya bilirik. Daha sonra Bluetooth and devices. Kompüterə qoşulan cihazlar, onlarla iş, onları ayarlamaq. Sonra network and internet, şəbəkə internet ayarları, personalization danışdıq, rəng, şəkil, effektlər. Sonra bu hissədə tətbiqlər. Kompüterə quraşdırılan tətbiqlərin silinməsi, susmaya görə tətbiqin seçilməsi, yəni hansısa bir faylı açdığımda onu hansı proqramla açsın avtomatik şəkildə. Accounts. Kompüterdə olan, açılan qeydiyyat yazılarının idarə olunması, time and language, dil, daha sonra zaman ayarları, gaming hissəsində oyun rejimləri, accessibility, necə tərcüməli, əlçatanlıq desək daha düzgün olar. Görmə, eşitmə və digər məhdudiyyətli şəxslərin kompüteri rahat istifadə etməsi üçün nəzərdə tutulmuş seçimlərdir. Yaxşı bir funksiyadır əslində. Məxfilik, təhlükəsizlik. Burada da hansısa parametrə, hansısa tətbiqə icazələrin verilib, verilməməsi nəzərdə tutulur. Və Windows Update bu isə əməliyyat sisteminin yenilənməsi. Onunla bağlı tənzimləmələr. Standart proqramlar. Standart proqram nə deməkdir? Əməliyyat sisteminin üzərində quraşdırılan, yəni əməliyyat sisteminin üstündə gələn tətbiqlər. Onun üzərində gələn proqramlar standart proqramlar adlanır. Məsələn, Office proqramları standart proqramlar paketinə daxil deyil, çünki onlar sonradan quraşdırılır kompüterə. Amma kompüterin üstündə gələn bəzi standart proqramlar vardır. Proqramlar all hissəsinə daxil olsaq, əlifba sırasına görə sıralanır. Burada accessibility-yə daxil olsaq, bu hissədə biz kompüterin standart proqramlarını görə bilərik. Məsələn, bu live captions, canlı alt yazılar. Belə tərcümə olunacaq yəqin ki. Bu nə üçündür? Kompüterdə hər hansı bir səsləndirmə olduğunda avtomatik olaraq alt yazılar göstəriləcək. Bu da eşitmə çətinliyi olan insanlar üçün çox faydalı bir funksiyadır. Ekran böyüdücüsü, ondan sonra narrator, ekran danışmanı. Kompüterdə görmə qabiliyyəti zəif olan insanlar üçün hansısa bir yazı hissələrinin avtomatik şəkildə tələffüz olunması. On-screen keyboard ekran klaviaturasını aktivləşir. Bayaq sizə kontekst menü göstərmək üçün açmışdım. Və voice access, nitq tanınması.
Bu da ki, səsli əmrlərlə funksiyaların idarə olunması. Daha sonra, məsələn, kalkulyator var, sonra kamera var, başqa standart proqramlardan saat var, File Explorer, qovluq pəncərəsi. Daha sonra burada Quick Assist olmalıdır burada. Tapmadım. Eybi yox. Media Player'dir, sonra Notepad, Paint, Photo, Snipping Tool. Bunlar hamısı aiddir standart proqramlara. Başqa burada nə deyə bilərəm sizə? Bir də standart proqramlar arasında standart proqram demişkən, burada deməli belə bir yer var. Bir saniyə, hə. Windows Tools. Mhm. Burada da biz bir sıra proqramlarla tanış ola bilərik. Windows Media Player var, Command Prompt əmrlər sətri var, Task Schedule'dır. Ondan sonra Run, başlat, yəni bura daxil olub əmrləri icra edə bilirik. Task Manager'dir və s. və burada Control Panel, idarə etmə paneli adlanan belə bir proqram da deyə bilərik. Əslində bunun işarəsini ekrana yerləşdirsək, ona qovluq kimi də yanaşmaq olar. Bu hissə açılır ki, idarə etmə paneli. Kompüterə quraşdırılan proqramlar və ya kompüterə qoşulan qurğular, onları tənzimləmək üçündür, onlarla işləmək üçündür. Axtarış apara bilərik burada. Daha sonra biz idarə etmə panelini 3 rejimdə baxış keçirə bilərik ona. Kateqori, default susmaya görə budur. Large icons var və small icons var. Yəni bu formada bütün əmrlərlə burada rahat şəkildə işləyə bilirik. Məsələn, large icons, klaviatura əmrlərinə daxil oluram, kursorun daxil olunma tezliyi, mouse məsələn, bu isə daxil olub mausu sağ və ya sol əllə işlədənlər üçün bölmə var burada. Açılma sürəti, məsələn, necə klikləyib qovluq açaq. Tez bir şəkildə, yavaş şəkildə onu buradan tənzimləmək olar. İşarələrin rəngləri və sair digər seçimlər var burada. Qayıdıram kateqoriya görünüş rejiminə. Kateqoriya görünüş rejimi özü 8 başlıqdan ibarətdir. Birincisi, sistem və təhlükəsizlik. Sistem və təhlükəsizlikdə biz fayllarımızın ehtiyac sürətini almaq, daha sonra yenilənmə, əməli yaddaş RAM, prosesorun işləmə sürəti, firewall və yaxud digər təhlükəsizlik parametrlərinə nəzarət eləyə bilərik. User accounts. Kompüterə istifadəçi hesabının əlavə olunması, ayarlanması, silinməsi və s. Network and internet. Kompüterdəki şəbəkə və internet tənzimləmələri. Appearance and personalization. Görünüş və fərdiləşdirmə. Görünüş və fərdiləşdirmə hissəsində biz bu hissəyə daxil olub personalization ayarlarını idarə eləyə bilərik. Yəni belə deyim də, görünüş, yəni görünüşlə bağlı şeylər. İş masası, ikonlar, simgələr bunlar. Hardware and sound. Bu hissədə kompüterə qoşulan, kompüterə quraşdırılmış qoşulmuş qurğuların driverləri, gördünüz, avtomatik bizi göndərdi Bluetooth and Devices hissəsinə. Oradan ayarlamaq üçün göndərdi bizi ora. Bir saniyə, mən əslində nəyə göstərməyə çalışırdım? Ora göndərməsə bizi, hə. Kompüterə daha əvvəldən qoşulmuş hansısa bir qurğunun driverini buradan silə bilərik və yaxud da ki, hansı bir faylı açdığımız zaman onu hansı proqramdan açılmaq lazım olduğunu, bütün bunları buradan idarə eləyə bilirik. Clock and region, vaxt, məkan ayarları, programs, kompüterə quraşdırılmış proqramların silinməsi və is of, təkcə silinməsi yox, həmçinin baxmaq da olar, silmək də olar, default proqramların
sazlanması. Ease of access bu hissə isə bayaq sizə danışdığım görmə və eşitmə əngəlli insanlar üçün nəzərdə tutulan funksiyalar. Vəssalam. Bu da Windows 11 əməliyyat sistemi haqqında sizə danışacaqlarım idi. Ümid edirəm ki, danışdıqlarım sizə faydalı olacaq. Sağ olun.